Salam hər kəsə, gəlin birlikdə bu misalın həllinə baxaq. Bizə belə bir ədəd verilir və deyilir ki, bu ədəd 30-a tam bölünürsə, A-nın mümkün qiymətlərinin cəmini tapın. 30-a tam bölünmə necə idi? Bilirdik ki, 30-a tam bölünmə bu verilən ədəd eyni zamanda həm 10-a, həm də 3-ə bölünməlidir. Ona bölünmə bəs necə idi? Ona bölünmə əlaməti belə idi. Verilən ədədin sonu sıfırla bitməlidir ki, bu ədəd 10-a tam bölünsün. Yəni, B sıfıra bərabər olmalıdır ki, bu ədəd 10-a bölünsün. Bəs 3-ə bölünmə əlaməti necə idi? Verilən ədədin rəqəmləri cəmi əgər 3-ə tam bölünürsə, bu ədəd deməli 3-ə tam bölünür. Bizə verilən rəqəmləri toplasaq, eləyəcək 4A üstəgəl 8. Və B-ni də yerinə dediyimiz kimi 0 qoymalıyıq ki, bu ədəd 10-a tam bölünsün. 4A üstəgəl 8. Bu rəqəmləri cəmi belə eləyəcək. İndi biz A-nın yerinə 1-dən başlayaraq rəqəmləri qoymalıyıq. Yazaq. Birinci A-nın yerinə 1 yazaq. A-nın yerinə 1 yazsaq, görəcək ki, bu ödəyəcək. A-nın yerinə 1 yazanda bu ifadə eləyəcək 12. Bəli, 12 də 3-ə tam bölünür. Biz buna görə götürə bilərik A-nın yerinə 1-i. A-nın yerinə 2 yazaq. A-nın yerinə 2 yazsaq, bu ifadə eləyəcək 8 üstəgəl 8, 16. 16 da 3-ə tam bölünmür. Biz buna görə götürə bilmərik A-nın yerinə 2-ni. A-nın yerinə 3 yazaq. A-nın yerinə 3 yazsaq, 4 vurulsun 3. 12 üstəgəl 8, 20-yə bərabər olacaq. 20 də 3-ə tam bölünmədiyinə görə götürə bilmərik. A-nın yerinə 4 yazaq. A-nın yerinə 4 yazsaq, 4 vurulsun 4. 16 üstəgəl 8. 24-də bərabər olacaq. 24 isə 3-ə tam bölünür. Biz buna görə götürə bilərik. A-nın yerinə 5 yazaq. A-nın yerinə 5 yazsaq, yenə bu ödəməyəcək. 20 üstəgəl 8, 28-ə bərabər olacaq. Və biz A-nın yerinə 7 yazsaq, bu ödəyəcək. A-nın yerinə 7 yazsaq, 7 vurulsun 4. 28, 28 üstəgəl 8, 36-ya bərabər olacaq. Bu da ödəyəcək. Biz hamısını yerinə qoyub yoxlayanda görürük ki, A-nın yerinə biz 1 qoysaq, 4 qoysaq və 7 qoysaq ödəyəcək. Qalan 6, 8, 9 qiymətlərində ödəməyəcək. Deməli, bu 3 ifadə və bizdən isə bunların cəmini soruşur. Bunları toplayırıq. 1-i, 4-ü, 7-ni toplayırıq. Və cavab bərabər olacaq 12-yə. Bizdən də bunu soruşur.